Salam, diqqət mərkəzinə baxırsınız. Zəngəzur dəhlizi ideyası yaranan gündən bu layihənin əleyhinə çıxan və ya bu təşəbbüsün ləngidilməsində maraqlı olan qüvvələr olub. Əvvəlcə Ermənistan bu layihənin dəhliz statusundan və Azərbaycanın tələb etdiyi maneəsiz keçid prinsipini əsas gətirərək onun icrasından imtina edirdi. Rusiya bu dəhliz boyu nəzarətin onda olmasını istəyirdi. İran isə bu layihənin Cənubi Qafqazı sərhədlərinin dəyişdirilməsi kimi qiymətləndirərək onu özünün qırmızı xətti adlandırırdı. Sonda Azərbaycan və Ermənistan arasında gedən danışıqlara Donald Trump qoşuldu və bu layihə onun adı ilə bağlanaraq Trump yolu adlandırıldı. Birləşmiş Ştatların bu layihədə iştirakı bir növ zəmanət idi və doğrudan da Vaşinqton görüşündən sonra Ermənistan, İran və Rusiyanın bu mövzuda ritorikası dəyişdi. Amma bu həftə həm rəsmi Tehran, həm də rəsmi Moskva demək olar ki, eyni vaxtda Zəngəzur dəhlizi layihəsi ilə bağlı köhnə mövqelərinə qayıtdılar. Bunun səbəbi nədir? Belə sinxronluq təsadüfdürmü? Bu suallara bugün diqqət mərkəzində cavab axtaracağıq və studiyamızın qonaqlarını sizə təqdim edirəm. Millət vəkilləri Elçin Mirzəbəyli, Azər Allahveranov, politoloq Şahin Cəfərli və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov. Axşamınız xeyir, hörmətli qonaqlar, studiyamıza xoş gəlmişsiniz. Elçin, sizdən başlayaq. İran bu həftənin əvvəlində səhv eləmirəmsə, ali dini liderin köməkçisi, müşaviri vilayətinin dili ilə yenidən Zəngəzur dəhlizi layihəsini İranın qırmızı xətti, təhlükə mənbəyi və s. adlandırdı. Nə səbəb oldu bu cür gözlənilməz, çoxdan da eşitmədiyimiz sözlərə? Əvvəla qənaətimə görə burada iki məqam var. Birinci növbədə nəzərə almaq lazımdır ki, vilayəti bunu harda səsləndirib. Bu Ermənistan səfirliyində onun tərəfindən verilən açıqlamadır və mesajda çox güman ki, birinci növbədə Ermənistan tərəfinə ünvanlanıb. Digər amil İran daxilindəki ziddiyyətlərlə bağlı olan məqamlardır. Bəlli olduğu kimi, istər İran prezidenti Pezeşkiyan, istərsə də İran Xarici İşlər Naziri Abbas Araqçı son açıqlamalarında ümumiyyətlə Zəngəzur dəhlizi ilə bağlı negativ hər hansı bir fikir səsləndirməyiblər və Bakıda olduğu zaman da biz İran Xarici İşlər Nazirinin fikirlərindən sərt hər hansı bir formada ritorikanın şahidi olmadıq. Bu, onu deməyə əsas verir ki, əslində ali dini, daha doğrusu dini lider tərəfindən deməli, daxildə baş verən proseslərə məhz vilayətin dili ilə aydınlıq gətirilməyə çalışıb və bu məsələdə deməli Xamneyinin mövqeyi Ermənistan tərəfinə çatdırılıb. Burada sinxronluq var, şübhəsiz indiki məqamda əslində çoxsaylı komponentlər və prosesi bir-birinə bağlayan məqamlar axtarmaq mümkündür. Ona qalarsa, Ermənistanla Avropa İttifaqı arasında imzalanan sənəddə də nəticə etibarilə sülh kəsişməsindən danışılır və orada da Trump marşrutunun adı çəkilmir. Prosesin indiki məqamda belə fəal müstəviyə qədəm qoymasında müxtəlif aspektlər rol oynaya bilər. Mənim qənaətimə görə indiki halda artıq hal-hazırda Trump marşrutunun idarə olunması ilə bağlı proses hansı aktiv mərhələyə qədəm qoyub və tərəflər bu marşrutda bu və ya digər şəkildə marağı olan tərəflər indiki şəraitdə real bir layihədən öz paylarını götürmək üçün aktiv şəkildə hərəkətə keçiblər. Siz fikriniz, Azər müəllim, nə baş verdi ki, vilayəti birdən-birə belə bir bəyanatdan çıxış elədi? Mən düşünürəm ki, burada vilayətinin birdən-birə belə bəyanatla çıxış etməsinin təbii ki, başlıca səbəbi İranın siyasi hakimiyyəti daxilində gedən proseslərdir. Çünki bəlli məsələdir ki, burada hörmətli Elçin müəllim xüsusilə Pezeşkiyanla Araqçının bu məsələ ilə bağlı mövqeyinə işıq sala biləcək fikirlər söylədi və haqlı olaraq da qeyd elədi ki, bəli, açıq-aşkar Zəngəzur layihəsi və ya Trip layihəsi ilə bağlı onların kəskin fikri olmayıb. Hətta Pezeşkiyan, hətta o bölgədə kommunikasiyaların açılması hamı üçün fayda gətirə biləcək bir layihə kimi də bu prosesi bir növ dəyərləndirmişdi. Və bu baxımdan da təbii ki, bundan xəbər verir ki, bəli, İranın siyasi hakimiyyətində o müəyyən qüvvələr var ki, hansılar ki, zamanında da siz əvvəldə qeyd elədiniz ki, bunun əleyhinə çıxanlar olubdur. Olub yox, elə bugün də var və elə həmin o qüvvələrin də mövqeyini faktiki olaraq Ələkbər vilayəti açıqlamış olur. Mesajın Ermənistana verilməsi burada bilavasitə onunla bağlıdır ki, pərdə arxası gedən proseslər
onu göstərir ki, real olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı. Xüsusilə də Ermənistanın bununla bağlı fikrinin dilə gətirilməsi. Bilirsiniz ki, Ermənistan bununla bağlı xüsusilə qeyd elədi. 2026-cı ilin birinci yarısında o müəyyən hazırlıq işləri, 2026-cı ildə artıq infrastrukturun qurulma prosesinin başlanması və digər məsələlər. Bu arada ondan xəbər verir ki, real bir proses gedir. Və bu proses barədə də artıq İran üçündə bəlli olan məqamlar var və tək İran yox, İranla da bəlkə də ola bilsin bəzi proseslərdə tandem də olmasa bir unisonluq bir var, yəni mövqelərin açıqlamasında. Çünki bəlli məsələdir ki, indiki situasiyada İranın buna daha çox etiraz etməsi kimi məsələlər bu daha inandırıcı gələ bilər. Nəinki deyək bölgədə maraqlı olan digər dövlətlər. Çünki İran bildirir ki, sərhədimə yaxındır. NATO-nun qüvvələri təhlükəsizliyə cavabdeh, bura başqa qoşunun yeridilməsi və digər məsələlər mənim üçün bunlar hamısı təhlükəsizliyimlə bağlı olan məqamlar. Amma bu yenə də deyirəm, Əli-Əkbər vilayətinin dilindən dilə gətirilən məsələlərdir. Yəni digər siyasi mərkəzlərə və dairələrə bağlı olan qüvvələr hansılar ki, daha praqmatik, daha mütərəqqib fikirlər söyləyirlər. Hələlik biz onların açıqlamalarını görməmişik. Buyurun Şahin, sizin fikriniz. Eşitməmişik. Yəni məlumdur ki, İran və Rusiyanın diqqəti son vaxtlara qədər daha çox öz problemlərinə yönəlmişdi. Yəni Rusiyanın əsas problemi məlumdur, Ukrayna müharibəsi və Rusiyanın bütün resursları, bütün diqqəti bu müharibəyə yönəlib. İranın da ötən müddətdə məlum olduğu kimi İsraillə və qismən Amerika ilə bir açıq konfrontasiyası baş verdi. Yəni 12 günlük bir müharibə hamının yadındadır. Bu ötən aylarda baş verdi. Yəni İranın diqqəti də daha çox bir növ özünü qorumağa, özünü müdafiəyə yönəlmişdi və digər regional və qlobal məsələlərlə bağlı İran o istiqamətə diqqət yönəldə bilmirdi. İndi ötən müddətdə müəyyən bir sabitləşmə yarandı Orta Şərqdə. Həm İran-İsrail konfrontasiyasının qaynar mərhələsi arxada qaldı. Eyni zamanda Qəzza məsələsinin də müəyyən qədər yoluna qoyulması ilə Orta Şərqdə bir stabilləşmə baş verdi və İranın da belə sadə dildə desək, müəyyən mənada əli qolu açılmağa başladı və yenidən öz diqqətini Cənubi Qafqaz regionuna yönəltdi. Ukrayna müharibəsinin həlli ilə bağlı da son vaxtlar diplomatiya intensivləşib və artıq bu müharibənin, bu konfliktin həlli yönündə ümidlər artıb, amma düzdür, mən tam əmin deyiləm ona hələ ki, amma hər halda ola bilsin Rusiya rəhbərliyi belə düşünür ki, artıq bu problemi həll etmək üzrədir və ona görə yenidən postsovet məkanının digər regionlarına diqqət ayırmağın vaxtı çatıb. Yəni, məncə əsas bu hər iki dövlətin bizim regiona diqqətini yenidən yönəltməsinin əsas səbəbləri onların bu öz əsas problemlərinin bir növ həlli istiqamətində addımların atılması nəticəsində onların resurslarını və diqqətinin bu istiqamətə yönəlməsidir əsas səbəb. Amma hər halda mən inanıram ki, bu iki dövlət arasında bir sinxronluq da var. Sinxronluq da var, çünki hər ikisini ortaq maraq birləşdirir. Bu ortaq maraq da ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları, ümumilikdə Qərb bu regiona müdaxilə etməsin. Yəni, bu Zəngəzur nəqliyyat kommunikasiyasının Tramp marşrutu, Tramp yolu şəklində, yəni Amerikalıların nəzarətində həyata keçirilməsi əlbəttə ki, hər iki dövlətin regiondakı mövqelərini zəiflədir və sarsıdır. Ona görə də onlar məncə bu istiqamətdə, yəni yenidən bu region üzərində öz təsirlərini artırmaq üçün məncə koordinasiya olunmuş şəkildə hərəkət edirlər. Fərəd bəy, sizin fikriniz, burada vilayəti bunu hansısa bir media vasitəsində müsahibəsində mi deyim, ya hansısa bir rəsmi toplantıda səsləndirməyib? Ermənistanın İrandakı səfirinin, belə deyək də, üzünə deyib, birbaşa və vilayəti də ali dini liderin, yəni İranın faktiki rəhbərinin sözünü çatdırır. Bunu necə dəyərləndirmək, necə qiymətləndirmək olar indiki mərhələdə? Ümumi belə desək ki, Ermənistanın problemidir. Yəni, onun suveren qərarlarına qarışırlar və Rusiyanın resursları daha çoxdur Ermənistanda. Amma İran da dəstək veribdir Ermənistana 25 il ərzində, son 2-3 il ərzində, 23-cü ilə qədər və o dəstəyin də cavabını gözləyir ki, onun mövqeyini hesablaşmalıdırlar. Digər tərəfdən, yaxşı, bu Tramp yolu axı dünən baş verməyibdir. Avqustun 8-dən söhbət var. Amma iki əsas məqam var orada. Bir, necə tikiləcək o? İkincisi, necə idarə olunacaq? Bir də fəaliyyət rejimi necə olacaqdır?
Witkoff'un ofisi məşğul olur bu ilə və onlar çox məşğuldur. Yaxın Şərqlə, Ukrayna ilə. Ermənistan rəhbərliyi də bildirirdi ki, onların vaxtı yoxdur ki, bir oturaq konkret bu məsələlərlə məşğul olaq. Böyük ehtimalla indi artıq məşğul olmağa başlayıblar. Və müəyyən məlumatlar da, sızmalar baş verib Rusiya və İran istiqamətində ki, bunlar da fəaliyyətə keçiblər. Məsəl üçün, bunlar deyə bilmirlər ki, bu layihə olmayacaqdır. Bu qeyri-mümkündür. İndi vilayəti bunu dedi. O Zəngəzur dəhlizindən heç bir fərqi yoxdur buna. Bu elə həmin Turan koridorudur. O qədər əsassız və məntiqsiz fikirdir ki, çünki Novruz bayramında avtomobil yolunu açırlar İran üzərindən Naxçıvana. Yəni, bu da həmin o Turan koridorudur. Yəni, Turan koridoru İrandan keçəcəkdir. Yəni, ad qoyma məsələsi var, sonra buna qarşı nəsə belə hayküylü bəyanatlar var. Yəni, İran belə mövqeyini sərgiləyir. Rusiya isə bildirir ki, bu Ermənistan ərazisi Avrasiya İqtisadi İttifaqının ərazisidir. Bizim qaydalarımız var. Xarici yüklərin həmin bu məkandan keçirilməsi. Tərəfdaşlarla hesablaşma var. Tərəfdaş, yəni Avrasiya komissiyası var. Bu Avropa komissiyası kimi. Onu sadəcə eşitmirik də bizdə ki, sədri kimdir, komissarlar kimdir və s. O qədər mənasız bir qurumdur. Hə. Amma bu deyir ki, onunla hesablaşmalısıdır. Yəni, düz də deyir ha. Çünki gömrük ittifaqına üzv olursansa, sən gömrük suverenliyi itirirsən. O düz də deyir. İkinci məqamda odur ki, Ermənistan dəmir yolları Rusiya şirkəti tərəfindən idarə olunur. Yəni, bu da deyir ki, mənim iki dənə resursum var. Bir rejimlə bağlı, bir tikinti ilə bağlı. İkincisi də dəmir yolu olmalıdır ki, dəmir yolu tikilsin. Bax, siz bu kadrlara Zəngəzur dəhlizində baxdıq. Orada nə gördük? Orada gördük ki, lokomotiv gedir. Arxada da o relslərdir. Rels qoyula gedir. Bəli. Yəni, ona görə biz deyə bilərik ki, məsəl üçün, o hissədə Azərbaycansız bunu tikmək mümkün deyil. Ən az olaraq relslər Azərbaycan ərazisindən gətirilməlidir ora. Onu heç bir uçaqla gətirmək mümkün deyil və yaxud maşınla gətirmək mümkün deyil. Ağbəndə qədər daşınmalıdır. Bəli. Artıq Azərbaycanın ən yaxın nöqtəsi 4 kilometrdir. Həmin o ərazidən. Asta-asta o tərəfi gəlib çıxacaq. Azərbaycansız bunu etmək mümkün deyil. Ermənistan hökuməti bildirdi ki, Rusiya şirkətinə dəmir yolları konsesiya veriləndə o dəmir yolu olmayıbdır. Və Rusiya şirkətinə filan kilometr dəmir yolu nəzarəti verilibdir. Yəni, bu hissə onlara aid deyil. Yəni, infrastruktur... Çünki dəmir yolu olmayıbdır ümumiyyətlə. Həmin ərazidə dəmir yolu olmayıbdır. Yox, müqavilədə deyil. Heç yazılmayıbdır. O müqavilədə maraqlı bir məqam var. Onu bizim ekspertlər daim bildirirlər ki, bu hissə, Zəngəzur hissəsi, Azərbaycan SSR-nin dəmir yolu idarəsinə məxsus olub. Bəli. Müqavilədə isə gedir ki, Ermənistanın heç Sovet dövründə də sən demə dəmir yolu idarəsi olmayıbdır. Olub Cənubi Qafqaz. Cənubi Qafqaz dəmir yollarına tabe olub. Müqavilədə də yazılıb ki, Cənubi Qafqaz dəmir yollarına məxsus olan dəmir yolları verilir Rusiya Federasiyasının deməli dəmir yolları şirkətinin balansına. Və orada da bu qeyd edilməyibdir. Və fəaliyyət rejimi ilə də bağlı Ermənistan deyir ki, biz öz fəaliyyətimizi, öz istədiyimiz formada bunu ABŞ-la həyata keçirdəcəyik. Yəni, nəticədə nədir? Ermənistanın suveren qərarına bu təsir etmə cəhdləridir. Rusiya tərəfindən və İran tərəfindən. Burada məqamda var, üzr istəyirəm. Yəni, burada İran sisteminin dualist xarakteri də məncə öz təsirini göstərir. Məlum olduğu kimi İranda biri var dini qanat, yəni ali dini rəhbərə bağlı olan dövlət strukturları. Bir də var siyasi tərəf, yəni prezident və onun hökuməti, xalq tərəfindən seçilmiş prezident və onun hökuməti. İslahatçılar qanadı. Bəli, yəni ya islahatçılar, ya simvolik. Adətən bu dini qanat məsələlərə daha çox ideoloji prizmadan qiymət verir, yanaşır. Amma prezident və onun hökuməti isə daha praqmatik xətt yeridir. İndi bu vilayətinin ifadə etdiyi mövqeyin İranın yekun rəsmi mövqeyi olub-olmadığı məsələsində də məncə tam vəziyyət aydın deyil.
Çünki yəni Yəni sabah Pezeşkiyanın komandasında olan kimsə Zəngəzur dəhlizi Gedib yanına. Zənimcə bir məqamla Əli burada. Larijani gedib yanına. Vilayət bugün xəbər getdi ki, Əli Larijani, Bəli. hansı ki prezidentin rəhbərliyi ilə olan Ali Təhlükəsizlik Şurasının katibidir. O bugün gedib vilayəti ilə Cənubi Qafqaz söhbətini danışmalı. prezident və hökumət Əslində burada mühüm məqam da ondan ibarətdir ki, bu görüş haqqında yayılan məlumatların da bilavasitə mühafizəkarlara aid olan resurslarda yayımlanması və Ermənistanda da yenə də radikal düşərgəyə aid olan, yəni nəticə Amma səfirə deyib. Yəni bu mən ona görə dedim ki, mahiyyət kiməsə etibarilə müsahibə vermir. Səfirə deyib. Açıqlanması buna münasibəti açıq şəkildə ortaya qoyur. Başqa bir amildə Murad müəllim Ermənistan tərəfinin verdiyi cavabdır. Yəni Ermənistan tərəfi bildirdi ki, onlar Xarici İşlər Nazirliyinin verdiyi cavabı, yəni mövqeyini nəzərə alırlar, qeyri-rəsmi mövqe kimi qiymətləndirirlər. Buyurun, sizin Yəni, prezident və hökumət adətən bu dini qanatdan həmişə narazı olur ki, yəni siz bizə imkan vermirsiniz ki, biz İranın maraqlarını daha effektiv təmin edək. Siz həmişə bu ideologiyalaşmış mövqedən çıxış eləyərək əslində İranın maraqlarına zərbə vurur. Yəni orada daxildə həmişə belə çəkişmələr olub. Ona görə də məncə yəni Pezeşkiyan hökumətinin mövqeyini də gözləmək lazımdır. Azərbaycan aydındır. İranda tutalım ki, dualizmdir. Bir qanat belə deyil, ikinci qanat belə deyil. Gəlin yekun rəyi gözləyək. Amma Rusiya tərəfinin verdiyi bəyanatda çox mühüm bir cümlə var idi. Orada sərhəddə Rusiya sərhədçiləri dayanıb. Bu cümlədə Fərhad mənim sadaladıqları hamısı iqtisadi, hüquqi məsələləridir. Amma Rusiya sərhədçiləri dayanıb cümləsində bir hərbə zorba var sanki. Birbaşa deyil, amma hardasa işarətləri görünür. Baxın, Murad müəllim, Fərhad müəllim danışanda bir dənə əvvəldən 2 sual qoydu. Necə çəkiləcək yol? Orada məsələ bundadır ki, bu yol hardan çəkiləcəkdir? Məsələ bundadır ki, baxın, Amerikanın nümayəndə heyəti gəldi, faktiki olaraq həmin əraziyə baxış keçirdi, müəyyən koordinatları götürdü. Hətta yeri gəlmişkən o koordinatlar eyni zamanda görüləcək işlərin müddətinə və qrafikinə də təsir edə biləcək koordinatlardır. Miqyasına. Çünki bunlar faktiki olaraq real elə bir yol çəkmək istəyirlər və elə bir yerdən çəkmək istəyirlər ki, ən azından İran, hansı ki bilavasitə deyir ki, mənim sərhədimdə başqa dövlətə və ya NATO-ya məxsus qoşunların yerləşdirməsinin əleyhinəyəm və ya Rusiya tərəfi deyəndə ki, o ərazi bizim sərhədçilərin nəzarəti altında olan ərazisə, bu ondan xəbər verir ki, bu yol heç də o əvvəlki bir Zəngəzur yolu ki var idi, Mehri dəhlizi deyək. Əvvəlki marşrut üzrə Həmin marşrut üzrə getməyəcəkdir. Çünki real olaraq orada başqa bir proseslər də var. Yəni bu bilavasitə içəridə o Mehri rayonunda siz bilirsiniz ki, biraz əhalinin də bununla bağlı çox sərt bir mövqeyi var. İndi bəzi ərazilər kiminsə nəzarətinə verilibdir, kiminsə mülkiyyətinə ötürülübdür. Bu məsələ Ermənistan mediası üzərində bir neçə vaxt bundan qabaq tirajlandı. Böyük ehtimalla deyirəm ki, söhbət heç də həmin ərazidən getmir. Ona görə də indi Rusiya öz mesajını verir, İran öz mesajını verir. Mesajın verilməsi nə deməkdir? Mesajın verilməsi budur ki, bu mənim şərtlərimdir. Yəni bu şərti əgər pozularsa, mənim maraqlarıma toxunmuş olur. Yəni biz onun opsi tərəfinə baxaq. Ona görə mən bir qədər əvvəl dedim ki, sizə hardan çıxdı bax belə bəyanatlar və belə bir aktivlik? Çünki pərdə arxası gedən proseslər artıq ondan xəbər verir ki, real layihənin işə salınması ilə bağlı, yəni hazırlıq işləri, tikinti və digər məsələlərlə bağlı konkret günlər, resurslar, maliyyə, işi görəcək tərəflər artıq bəllidir. Fərhad bəy, biz o dövrdə, dünyanın o dövründə yaşayırıq ki, artıq hüquq bir qədər geri çəkilir və daha çox üstünlük yerdə kim güclüdür məsələsinə, kimin orada daha çox silahı var, kimin orada daha çox qüvvəsi var məsələsinə gəlir, dirənir. Rusiya sərhədçiləri və 102-ci hərbi bazanın hərbi qulluqçuları Ermənistanın bax bu məsələ ilə bağlı verəcəyi qərarda həlledici rol oynaya bilərlərmi? Dayandılar sərhəddə, dedilər, buraxmırıq, imkan vermir. Ermənistan artıq ilk addımını atmışdı. Keçən il, deməli, keçən ilin sonunda Rusiya sərhədçilərini Mehridəki o nəzarət buraxılış məntəqəsindən çıxartdı. Eyni zamanda Ermənistan-İran sərhədində sərhəd boyu deməli Rusiya sərhədçilərinin sayı 2 dəfə azaldılıb. Daha öncəsi hava limanından çıxartmışdı. Hava limanı təmiz çıxartmışdı, amma burada 2 dəfə azaltmaq. İndi burada söhbətlər gezir ki, memorandumunu imzaladı Trumpla. 3 memorandumdan birinin
hərbi sahəsi var. O da hərbi ancaq sərhəd qoşunları ilə bağlı olan hissə. Yəni Ermənistan demək olar ki, gələn il seçkini başa versin. Seçkidən sonra ən azı Rusiyanı Ermənistanla olan sərhəddən tam çıxardacaqdır. Çünki o hərbi bazanın müqaviləsi ilə tənzimlənmir. Hərbi baza ayrıdır. Ayrıca müqavilədir. Bu müqavilədir. Hərbi baza uzun müddətli müqavilə. Sərhədlə bağlı müqavilə yoxdur. Sərhədlə bağlı Ermənistan hökumətinin xahiş məktubudur. Biz bunu bildik Zvartnosdan onları çıxardanda. Yazmışdı ki, filan tarixdə sizə yolladığımız 25 il bundan qabaq məktuba minnətdarlığımızı bildiririk, bizə dəstək vermişsiniz. İndi də çox sağ olun, sağ olun. Yetişmişik. İndi də həmin şeydir. Biz hələ bil ki, Azərbaycan Ermənistanın suverenliyini ona qaytarır. Özdə məcburi şəkildə bunları döyə-döyə, bunları itəliyə-itəliyə daha çox suveren olmağa məcbur edirik. Bunlar öz suverenliyini bəxş etmişdi, atmışdı Rusiyanın ayaqlarının altına Qarabağda işğalı dəstək almaq üçün. İndi də bu şərait, indiki şərait, sülh dövrü imkan verir ki, onlar bu suverenliyi yenidən bərpa etsinlər. Fikir verin ki, Rusiyada, İranda özündə deməli elə güc tapır ki, Ermənistan suveren qərarına təsir etsin. Bütün bu proseslər yaxın 6 ay ərzində aktual olacaqdır. Çünki Ermənistanda seçkidir. Hamı fəallaşıb, Rusiya da fəallaşıb, ABŞ da fəallaşıb, İran da fəallaşıb, Avropa da fəallaşıb. Ölkədəki bu Ermənistan Respublikası aşsüzəndir də. O mənada ki, QHT-lərə nə qədər istəyirsən pul yolla. Nə qədər istəyirsən. Heç kəs nəzarət eləmir. Heç nəyə. Rusiya ilə gömrük ittifaqındadır. Sən demə, Rusiyadan Ermənistana gələndə gömrük yoxlaması yoxdur. Nə istəyirsən keçir. Nə qədər istəyirsən pul keçirdə bilərsən. Ona görə hamı hazırlaşır bu seçki qabağı dövrü və seçkiyə. Qərarlar da indi Paşinyan hakimiyyəti də fikirləşir. Deyək ki, Trump yolu ilə bağlı qərarı seçkidən qabaq versin, yoxsa sonra. Çünki seçkidən qabaq versə, bu əlbəttə əhali tərəfindən xoş qarşılanacaqdır ki, ABŞ-ın dəstəyi var və s. və s. və s. Amma artıq bütün kartları açacaq və Rusiya ilə İranı seçkilərdə daha kəskin addım atmağa sövq edəcəkdir. Yəni, indi düşüncə bundan ibarət. Danışıqlar gedir ABŞ-la. Onlar bu şirkətin qurulmasıdır, maliyyələşmədir. Avropalılar hər zamanki kimi Ermənistan üçün kisə açılıb, nə qədər lazımdır pul verirlər hər şeyə. Ona görə bu pul sarısında problem yoxdur. Əsas bu siyasi məqamdır ki, onlar onu gözləyirlər. Seçkidən qabaq eləsinlər, yoxsa sonra. Elçiməm, və bugün Rusiyanın baş nazirinin müavini İlya Averçuk Ermənistandadır və bu həmin Averçukdur ki, dəfələrlə Moskvadan xatırladıb ki, Ermənistan belə davam eləsə seçim etməli olacaq. Ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqına doğru yönəlik siyasəti. Sizin fikrinizcə, o məqam yetişibmi ki, Rusiya Ermənistan qarşısında şərt qoyacaq, seç, indi, ya bu yolla gedəcəksən, ya o yolla. Yoxsa elə onlar da bir qədər uzadıb Fərhad mənim dediyi kimi məqamı gözləyəcəklər. Əslində təzyiqlərin olacağı gözlənilən də onu da bir diqqətinizə çatdırım ki, Ermənistanla Rusiya arasında ötən il ticarət dövriyyəsi 12 milyarda yaxın idi. Amma bu ilin son 10 ayı ərzində bu rəqəm 6 milyarda enib. Yəni, nəticə etibarilə Rusiyaya qarşı sanksiyalar faktiki olaraq azaldılmayıb, olduğu kimi qalmaqdadır. Və Ermənistan yenə də Avrasiya İqtisadi İttifaqı məkanındadır, Gömrük İttifaqı məkanındadır və nəticə etibarilə əgər bu gəlirlər Ermənistana mahiyyət etibarilə sanksiyalardan yayınmaq üçün Rusiyanı
onun müqabilində gəlirdisə, bu təbii ki, belədir. O zaman deməli ticarət dövriyyəsində azalmalar baş verməli deyildi. Amma azalmalar baş veribsə, bu artıq iki tərəfdən birinin və yaxud hər ikisinin iqtisadi müstəvidə bir-birinə qarşı addımlar attığının sübuta yetirir. Ya Ermənistan ola bilsin ki, Avrasiya İttifaqı vasitəsilə deməli ötürülən məhsulların Rusiyaya keçirilməsinin qarşısını alıb və yaxud hansısa bir başqa məqamlar var, yaxud Rusiya tərəfindən müəyyən məhdudlaşdırıcı addımlar atılıb, onun da baş verməsi gözləniləndir. Real mənzərə bundan ibarət də ola bilsin ki, elə Averçukun səfəri zamanı bu məsələlərə də müəyyən qədər aydınlıq gətirsin. Çünki Rusiya tərəfi bir müddət öncə Ermənistana məhz ticarət dövriyyəsinin aşağı düşməsi ilə bağlı müəyyən fikirlər səsləndirilmişdi. Bunu xəbərdarlıq kimi qəbul eləmək olmaz, amma nəticə etibarilə bu artıq Rusiya-Ermənistan münasibətlərində baş verən çatların görüntüsü kimi də qiymətləndirilə bilərdi. İndiki şəraitdə ola bilsin ki, seçki qabağı hansısa şərtlər xüsusilə də qənaətimə görə iqtisadi müstəvidə şərtlərin irəli sürülməsinə Rusiya zəruri ehtiyac duyub. Murad, mən üzr istəyirəm, əlavə eləyim. O deməli, idxalın həcminin azalması ilə bağlı məsələ bundadır ki, bu ilin səhv eləmirsə ya mart ya aprel ayında deməli Paşinyan bir sərəncam imzaladı o rüsumların artırılması ilə bağlı. Gömrük rüsumlarının artırılması. Gömrük rüsumlarında şamil olunduğu bəzi sahələr var, o cümlədən də əlvan metallar. Amma Azər müəllim, o gömrük ittifaqına aid deyildi. Yəni mahiyyət etibarilə baxımdan birbaşa istənilən həcmə təsir elədi. Yəni o dövriyyə təsir elədi. Amma başqa bir məqamı da düşünürəm ki, nəzərə almağa ehtiyac var. Son dövrlərdə Türkiyənin deməli Zəngəzur dəhlizində Tramp yolunda aktiv şəkildə iştirakı barədə Amerika Birləşmiş Ştatları tərəfindən verilən mesajlar var. Bu açıq şəkildə Donald Trumpın mövqeyində də özünü bir üzə verməkdədir. Ola bilsin ki, bu faktor da indiki şəraitdə müəyyən qədər qıcıqlandırıcı şərait yaradıb, zəmin yaradıb və həmçində Rusiyanın təmsilçisinin İrəvana getməsinə deməli şərait yaradıb. Şəməm, sizin fikriniz, Rusiya Ermənistana təzyiqləri artırmağa başlayacaqmı? Çünki orada da siz demişsiniz, bir çox amillərdən asılıdır. Ukraynadakı vəziyyətdən asılıdır. Birləşmiş Ştatlar Rusiya diyaloqunun səviyyəsindən, dərəcəsindən və orada əldə olunan razılaşmalardan asılıdır. İndiyə qədər Rusiya mütəmadi olaraq Avrasiya İqtisadi Birliyini, Gömrük İttifaqını Ermənistana xatırladır və kobud desəm, Ermənistana deyir ki, sən mənim hesabıma yaşamaqda davam edirsən. Bunu unutma. Aydındır ki, Trump yolu Rusiyanın maraqlarına tamamilə ziddir. Amma indi Trump administrasiyası ilə münasibətlərində müəyyən bir qarşılıqlı anlayış var deyə Rusiya tərəfindən biz Amerikanın ünvanına çox da sərt bəyanatları eşitmirik. Yəni Biden dövründən fərqli olaraq Rusiya Amerika ilə münasibətlərdə daha ehtiyatlı hərəkət edir. Amma bunun əvəzində təbii ki, bu ideyanı hansısa şəkildə ya pozmaq və yaxud da Rusiyanın orada iştirakını təmin etmək üçün əlində qalan yeganə vasitə məhz Ermənistana təzyiq etmək yolu ilə burada öz maraqlarını təmin etməkdən ibarətdir. Əlbəttə ki, Fərhad bəyin dediyi ilə razıyam ki, Ermənistan addım-addım öz suverenliyini bərpa etməyə çalışır əslində. Yəni həm siyasi müstəvidə suverenliyini, həm də yavaş-yavaş iqtisadi baxımdan da əslində Rusiyadan öz asıllığını mümkün olduğu qədər azaltmaq istiqamətində Paşinyan hökuməti məncə siyasət edir. Düzdür, bunu açıq elan etmirlər təbii ki. Rusiya ilə münasibətləri mümkün qədər ehtiyatla hərəkət edir Paşinyan, amma eyni zamanda Rusiyadan öz asıllığını mümkün olan qədər azaltmaq istiqamətində də siyasət yeridir və Rusiyanın o qoyduğu o seçim ki var, o seçimi etməyə tələsmir və bunu məsələni uzatmağa çalışır. Rusiya da təbii ki, bunu görür və bugünkü vəziyyətdə, hansı ki, Ermənistanın hələ də Rusiyadan kifayət qədər asıllığı var, xüsusən iqtisadi baxımdan, bu seçimi etməyə məcbur etmək istəyir Paşinyanı ki, əgər Paşinyan təbii ki, indi Avrasiya İttifaqını seçərsə, bu Rusiyanı məmnun edəcək, aydındır, amma Avropanı seçərsə, Qərbi seçərsə, bu Ermənistana qarşı daha açıq təzyiqlərin və müdaxilələrin edilməsi üçün bir növ bir legitimlik qazanmış olacaq bunun üçün Rusiya. Öz aləmində bir legitimlik qazanmış olacaq ki, sən mənim maraqlarıma zid hərəkət etdin, mən də sənə qarşı bunları edirəm. Yəni bu baxımdan əlbəttə ki, Fərhad bəyin dediyi kimi burada seçki kampaniyasının da rolu var. Ermənistanda seçkilərin yaxınlaşması və şübhə yoxdur ki, Rusiya
Ermənistan daxili siyasətində özünə yaxın qüvvələrin mövqelərini möhkəmləndirməyə çalışacaq. Mümkün qədər Paşinyanın mövqelərini zəiflətməyə, sarsıtmağa çalışacaq ki, seçkilərdə ən azından Paşinyanın partiyası hətta birinci olsa belə çoxluq yarada bilməsin parlamentdə. Məsələn, Gümrük meriyasında olduğu kimi bir vəziyyət yaransın, müxalifətin toplamı Vətəndaş Müqaviləsi partiyasından daha üstün olsun. Yəni bu baxımdan mən düşünürəm ki, seçkilər yaxınlaşdıqca, Ermənistandakı seçkilər yaxınlaşdıqca Rusiyanın da Ermənistan üzərində təzyiqləri artacaq. Biz bunu müşahidə eləyəcəyik. Təbii ki, burada yenə mən düşünürəm ki, Rusiya əslində Azərbaycan-Ermənistan sülh prosesinin də pozulmasında maraqlıdır. Çünki Rusiya yenidən bu prosesi üçtərəfli formata, yəni 10 noyabr bəyanatından sonraki dövrdə olduğu kimi üçtərəfli Rusiya-Ermənistan-Azərbaycan formatına qaytarmaq istəyir. Bu sir deyil. Bu baxımdan təbii ki, Ermənistandakı növbəti seçkilər məncə regionun gələcəyi baxımından çox böyük əhəmiyyət daşıyır. Biz əlbəttə ki, sonraki qarşıdakı dövrdə buna daha çox diqqət ayıracağıq. Fərid müəllim, siz birinci suala cavab verəndə dediniz ki, bu Ermənistanın daxili işidir və bunun Azərbaycana aidiyyatı yoxdur. Doğrudan da belədir. Bu Ermənistanın qəbul etməli olduğu qərardır. Amma Azərbaycanın da bu proseslərə təsir imkanları var. Çünki Ermənistan ərazisindən keçən Zəngəzur yolu, Zəngəzur dəhlizi bizə lazımdır. Araz dəhlizi olsa belə. Azərbaycan Maneəsizdir axı ona görə. Hə? Maneəsizdir. Maneəsizdir, bəli. Araz yəni Araz dəhlizi maneəlidir. Yəni İranın həm də burada maneəsiz. Yol nə qədər çox olsa bir o qədər yaxşıdır da. Azərbaycanın bu proseslərə təsir etmə imkanları varmı və Azərbaycan bundan istifadə edəcəkmi? Azərbaycan onsuz da istifadə edir. Yəni biz Vaşinqtonda ikinci dəfədir Ermənistan hökumətinə deməli o maneəsiz kəlməsini qəbul etdirmişik. İndi qalıb bir dəfə Rusiya ilə baş verdi, bir dəfə ABŞ-da baş verdi. İndi atalar üçdən deyib görək hansı formada olacaq. Əgər ikinci dəfə həyata keçirtməsələr, bu trip yolu baş tutmasa, yaxşı olar ki, indi baş tutsun. Bu birincisi. İkincisi, Azərbaycan hazırdır. Azərbaycan yolu tikir. Yəni, Azərbaycan ən böyük təzyiq mexanizmi infrastrukturdur, yerdir. Bir var ki, siz oturursunuz, danışırsınız ki, yol olacaq və biz əvvəl danışıb razılaşmalıyıq ki, biz işə başlayaq, 3 ildən sonra onu həyata keçirdək. Azərbaycanda belədir ki, bunlar 6 aya, 7 aya deyək ki, ABŞ-la razılaşdılar, müqavilələr imzalandı. İmzalanan günündən Azərbaycan işə keçə bilər. Yəni, Ağbənddən və sərhədyanı bölgədən yol tikintisinə. Yəni, vaxt itirmədən. Ona görə Azərbaycan daha çox öz hərəkətləri ilə, belə deyək, təzyiq göstərir və prosesləri sürətləndirir. Yəni, Cənab Prezident də bunu bildirmişdi ki, təxmini işə salınma müddəti 2028-2030-cu illərdir. Biz indi onu puzzle kimi xəritədə də görsənir, təsəvvür etsək, bu trip yolu, Naxçıvanda dəmir yolu və daha sonra Naxçıvandan iki tərəfə gedə bilər. Ermənistana daxil olmaq və 2030-cu ildə yekunlaşması planlaşdırılan Kars-Naxçıvan yollarıdır. Yəni, təxminən bir 5 illik bir fəaliyyət planı var ki, onu biz tərəfdən nə lazımdırsa həyata keçirik. İkinci məqam odur ki, biz bu deyirik də, bunlar nə edə bilərlər? Yaxşı, deyək ki, Rusiya iqtisadi baxımdan təsir etmək. Ticarət dövriyyəsi düşüb aşağı. Ticarət dövriyyəsi düşüb aşağı çünki qızıl brilyant yığışdırıldı söhbətdə. O da Trump administrasiyası Ermənistana bir dənə barmaq silkələdi. Onlar bu qızıl brilyant söhbətindən çıxdılar. O da 6 milyard düşdü. O birisi telefon alqı-satqısıdır, televizordur, paltar yuyan maşındır, hansı ki sanksiya altındadır. O Ermənistan ərazisindən sərbəst gedir. 6 milyarddır o. Ermənistanla Rusiyanın orijinal ticarət dövriyyəsi 3 milyarddır. Bu 3 əlavə texnikadır. Maşınlardır, texnikadır və s. 6 da gedirdi qızıl brilyant. İndi qızıl brilyantı çıxartdılar, qalıb o ortada 6. İran nə edə bilər? Yaxşı, bu Rusiyanın yenə bir iqtisadi rıçağı var, hərbi bazası var, daxili siyasətdə partiyası var. Və s. və s. Dəmir yolsu var, planı var. Enerji sahəsi, infrastruktur. İran nə edə bilər? Maksimum yenə bir iki dənə diviziyanı salacaq
xodladacaq. Hə, sərhəddə orada sağdan sola, soldan sağa keçəcəklər. Bu nədə bitəcəkdir məsələ? Hayküy. Ancaq hayküy. Maksimum Rusiya ilə birlikdə gedib, yadınıza düşür, bunların Sepaha yaxın Ermənistanda səfiri var idi, Subhani. Bildik, biz Rusiya ilə bütün məsələlərdə tərəfdaşıq, Zəngəzur dəhlizində isə tərəfdaş deyilik. Və bu da nəticəsi. İstəmədin Rusu Zəngəzur dəhlizdə. Amerikan gəldi. İndi bu 3000 illik tarixi olan dövlətin şərq hiləsini istifadə edən İranın xarici siyasətinin nəticəsi budur. Rus olmadı, Amerikan gəldi. Yəni daha pis Onda vəziyyətə razılaşsaydılar. Pezeşkan nə deyir? Pezeşkan qəşəng bir sual verir. Deyir ki, biz bir özümüzə də sual verək də. Niyə görə Azərbaycan İsraildə hərbi tərəfdaş görür? Bəlkə ona görə ki, biz onunla təhlükə törədik. Biz təhlükə törətməsək, Azərbaycan da bunu görməzdi. Azərbaycan İranla əməkdaşlıq eləyər. Yəni, problem onlardadır, onların içindədir, özlərindədir, bizdə deyil. Həmçinin də Rusiyadadır. Yəni, Rusiyada mövqeylərini itirməkdədir. Avropa bir tərəfdən maliyyə baxımından Ermənistana kömək eləyir, hər tərəfli. Avropa ümumiyyətlə Ermənistanda Moldova ssenarisine hazırlaşır seçkilərində. Ha, 100%. Açıq formada deyirlər. Və Paşinyan kimi istəsə həbs eləyəcəkdir. Paşinyan kimi istəsə partiyanı ləğv elətdirəcəkdir. Nə istəyir edə bilər. Yəni, Paşinyan üçün hər şey olar, təkcə Avropaya yaxın olan siyasi qüvvə deməli Ermənistanda qalib gəlsin. Bir də burada özür istəyirəm, Rusiyanın məncə narahatlığı ondan ibarətdir ki, tamam, yəni Trump yolunun idarəçiliyinə Amerika şirkətləri, yəni kommersiya şirkətləri cəlb olunacaq. Amma onlarda yəni Rusiyada bir təminat yoxdur ki, bir müddət sonra Ermənistanda Amerika hərbi kontingenti ortaya çıxmayacaq. Yaxşı, bugün tutaq ki, Trumpla müəyyən qədər münasibətləri normaldır Rusiyanın. Amma Trump gedəcək axı. Yəni 3 ildən sonra Trump yoxdur. Əgər demokratlar gələrsə, onlar Ermənistan ərazisində hansısa bir hərbi missiya yarada bilərlər. Hal-hazırda sərhəd məsələsində bir əməkdaşlıq başlayıb Amerika ilə Ermənistan arasında. Yəni Rusiyada elə İranda da hər hansı bir təminat yoxdur ki, Amerika bir müddət sonra burada öz hərbi kontingentini hansısa şəkildə yerləşdirə bilər. Amma həm də eyni zamanda məlumdur ki, axı bizneslə bərabər və yaxud da diplomatiya bu örtük altında kəşfiyyatlar da gəlir axı. Yəni bu da məncə onların narahatlığını artıran amillərdən biridir. Ona qalarsa narahatlığı artıran amillərdən biri də Avropa İttifaqının o qondarma müşahidə missiyası olmalı idi. Nəticə etibarilə onların da tərkibində yenə hərbiçilər var, onların da tərkibində xüsusi xidmət orqanlarının təmsilçiləri var, amma biz nə İrandan, nə də Rusiyadan bu məsələyə qarşı bir aqressiv bir yanaşmanın şahidi olmamışıq. Məsələ bundadır ki, var, amma ciddi etirazlar deyildi və təzyiq xarakterli addımlar atılmadı. Elçin müəllim haqlıdır. Baxın, siz də qeyd elədiniz, Fərhad müəllim də qeyd elədi. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər arasında sərhəd idarəçiliyi məsələsində Amerika iştirakı açıq-aşkar göstərilir. Yəni maddi bazanın təkmilləşdirilməsi və təlimin keçirilməsi. Yəni texnologiyaların verilməsi. Bəli, texnologiyaların da verilməsi. Texnologiyanın verilməsi bu ümumiyyətlə İran üçün bu belə deyək də faciəvi bir yuxulardan biri olmalıdır. Bir də bu sərhəd məsələsi təzə məsələ deyil, axı yeni məsələ deyil. Xatırlayırsınızsa elə Paşinyan xeyli bundan öncə Ermənistan sərhədlərinin Ermənistan deməli hərbiçiləri tərəfindən, daha sonra hətta Ermənistan polisi tərəfindən qorunması barədə məsələ gətirildi. Amma resursu yoxdur. Yox. Faktiki o hədəf ondan ibarət. Mən onu demək istəmirdim. Mən demək istədiyim o idi ki, nədənsə həmin avqustun 8-də bu məsələ ilə bağlı əldə olunmuş razılaşmağı İran etiraz eləmədi. Söhbət bundan gedir. Yəni elə onda etiraz edirdi. Vilayəti etmişdi. Yox, vilayəti etmişdi. Yox, vilayəti İran xarici siyasət kursunu müəyyənləşdirən edən şəxs deyildi. Yəni biz danışdıqda Ələkbər vilayətinin ümumiyyətlə bir siyasi fiqur olaraq şübhəsiz ki, müəyyən dini, mühafizəkar qanadda kifayət qədər böyük çəkiyə malikdir. Amma real olaraq bugün Araqçı var, hansı ki Pakistan, Hindistan qarşı durmasında çox kifayət qədər fəal rol oynanılır Çin üzərindən. Yəni daha güclü fiqurlar var, hansılar ki, xarici siyasət kursu müəyyənləşdirilir. Amma Araqçını ciddi hesab etmirlər xarici. Yox, hesab etməsələr də, amma biz Pakistan-Hindistan müharibəsində gördükdə rolu var idi. Kimi, amma rolu var idi. İranın xarici siyasətini kim ifadə eləyir, o məlum deyil.
Misal üçün Aslında heç vaxt Avropalılarla məlum olmayıb dəqiq. hə də Avropalılarla danışıqlarda Avropalılar dedilər ki, Əraqçı ki, sən çox yaxşı diplomatsan, yaxşı oğlansan, amma sən İranda heç kimsən. Sən burada gəlib bir söz deyirsən, İran İran xarici siyasət kursunu Ona görə müəyyənləşdirmirsən. biz səni ciddi Avropa üçün bəli, Avropa üçün ola bilər, amma Şərq üçün tamamilə başqa bir fərqli yanaşmanı görürük. Amma istənilən halda demək istədiyim nədir? Demək istədiyim odur ki, kifayət qədər səbəb var idi. O səbəblərə görə İran etirazını bildirə bilərdi. Elə onda etirazını bildirər. Amma nədənsə bildirmədi. Bu da təsadüf elədi dekabrın axırına. Mən dediyim kimi o hazırlıq işləri artıq konkret olaraq sızmalar ya digər kanallar vasitəsilə informasiyanın ötürülməsi olubdur ki, artıq onlara bəlli olub və ona görə də müəyyən qüvvələr hərəkətə keçiblər. Şəməm, ola bilərmi ki, İranda Zəngəzur dəhlizinin əleyhinə və Ermənistanın əleyhinə bəyanat verir Əli Əkbər vilayəti? Bu birinci adam deyil, xarici siyasəti müəyyənləşdirən adam deyil, amma sözü və səsi eşidilən adamdır. Rusiyada Zəngəzur dəhlizinin dolayısı ilə əleyhinə və Ermənistan hökumətinin əleyhinə danışır Rusiya Xarici İşlər Nazirliyinin MDB ilə ölkələri ilə iş üzrə departamentinin rəhbəri. Bu da səsi və sözü eşidilən adamdır, amma həlledici adam deyil. Hə, aşağı səviyyədə, amma gür səsləndi. Sizə elə gəlmirmi ki, elə bil ki, həmişə döyüşdən əvvəl artilleriyanın ilkin hazırlığı olur da. Əvvəl bir mərmi atırlar, sonra ikinci mərmi atırlar. Daha sonra daha böyük həcmdə mərmilər atılır və sonra hücum başlayır. Sanki Tehran və Moskva hücuma asta-asta başlamaq istəyirlər. Sadəcə baxırlar ki, görək Amerikada vəziyyət necədir? Trumpın başı aralıq seçkilərə qarışmayıb ki, və yaxud da ki, yaxın şərqdə növbəti dəfə plan cızılmır ki, və yaxud Ukrayna ilə bağlı vəziyyət necədir? Biraz zəiflik olan kimi hücum əmri veriləcək. O məqamı çox yaxşı qeyd etdiniz. Elə mən də onu söyləməyə hazırlaşırdım ki, yəni Amerika daxili siyasətində baş verənlərin də heç şübhəsiz ki, Amerika xarici siyasətinə çox ciddi təsiri var. Yəni belə bir söz var, xarici siyasət daxili siyasətin davamıdır. Bu daha çox sanki Amerika üçün deyilib. Və hazırda da Amerika içərisində Trumpın mövqeləri zəifləməkdədir sürətlə. Yəni rəy sorğularında Trumpın bəyənilmə səviyyəsi 40%-dən aşağı düşüb, bəzi sorğularda 39, bəzilərində hətta 36%-ə düşüb və həqiqətən də artıq Amerikada yavaş-yavaş seçki kampaniyası başlayır, konqres seçkiləri və ötən müddətdəki tendensiyada, yəni ayrı-ayrı ştatlarda keçirilən qubernator seçkiləri və yaxud da yerli konqreslərə keçirilən seçkilər, mer seçkiləri, orada çox aydın bir tendensiya ortaya çıxdı ki, demokratlar ciddi şəkildə güclənirlər və hətta qırmızı ştatlarda belə, yəni respublikaçı ştatlarda belə öz səslərini artırırlar. Yəni bu baxımdan bunu əlbəttə ki, bütün dünya da izləyir və böyük ehtimalla Moskvada və Tehranda da belə bir düşüncə artıq formalaşmaqdadır ki, Trumpın mövqeləri get-gedə zəiflədiyinə görə onun bu regiona diqqəti də yavaş-yavaş azalacaq və arxa plana keçəcək. Yəni fürsət bu fürsətdir. Biz artıq tədricən yavaş-yavaş yenidən Cənubi Qafqazda öz mövqelərimizi bərpa eləmək şansı əldə edirik. Yəni şübhəsiz burada Amerika daxili siyasətindəki hadisələrin ciddi təsiri var. Eyni zamanda bu yaxınlarda Amerika tərəfindən yeni milli təhlükəsizlik strategiyası elan olundu və orada da açıq-aşkar izolyasiyonist xətt ön plana çıxarıldı və Amerika orada bəyan etdi ki, o yenidən Monroe doktrinasına qayıdır. Yəni Amerika üçün prioritet region Qərb yarımkürəsidir və digər regionlarda isə orada qeyd olunub ki, biz dövlətlərin suverenliyi hüquqlarına hörmət eləyəcəyik. Yəni biz onların daxili işlərinə qarışmayacağıq, digər regionların məsələlərinə müdaxilə etməyəcəyik. Bu da öz növbəsində Rusiya və İranda bir ümid yaratmış ola bilər ki, artıq Amerika qlobal liderlikdən geri çəkilir və artıq vaxtdır. Bəli, artıq vaxtdır ki, biz bu Cənubi Qafqaz və ümumiyyətlə təsir dairəmizi genişləndirməli olduğumuz regionlarda öz aktivliyimizi artıraq. Elçiməm, amma bir yolun əvvəli var və yolun sonu var. Əgər Zəngəzur dəhlizinin əvvəli Ağbəndlədirsə, onun sonu Türkiyə ərazisindədir və bu baxımdan Türkiyə də bu proseslərin iştirakçısıdır. Yeri gəlmişkən dünən Rəcəb Tayyib Ərdoğan çıxış elədi və bəyan etdi ki, Türkiyə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması çox yaxındır. Türkiyə 2026-cı ildə Ermənistanın ünvanına simvolik addımlar atacaq. Eyni zamanda ciddi hadisələrin baş verəcəyini də bildirdi. Mənim qənaətimə görə indiki şəraitdə məsələ Türkiyə tərəfinin verdiyi bəyanatları daha çox nəzərə almaq lazımdır. Digər bir mühüm faktor, yəni xüsusilə seçki öncəsi Türkiyənin
eyni zamanda atacağı addımların regionda ümumiyyətlə sülhlə bağlı baş verən proseslərin seçkilərdə Paşinyanın mövqeyinə müsbət təsir edəcəyi ilə bağlı olan məqamdır. Qənaətimə görə bunu da həm Türkiyə tərəfi ciddi şəkildə dəyərləndirir. Baxımdan da mən daha öncəki sizin sualınıza da qayıtmaq istəyirəm. Çünki bir-biri ilə əlaqəli olan məqamlardır. Bu Zəngəzur dəhlizi ilə bağlı həll edici məsələlərin Ermənistan tərəfindən seçkiyə qədər və ya seçkidən sonra həll olunması ilə bağlı məsələdir. Prinsip etibarilə əslində Ermənistanın bununla bağlı hansı qərarı qəbul etməsindən asılı olmayaraq seçki prosesində Rusiyada İranda müdaxilə etməyə çalışacaqlar. Mövqe aydındır. Yəni istər-istəməz Paşinyanın zəifləməsinə cəhd göstərəcəklər. Amma Zəngəzur dəhlizi ilə bağlı irəliləyişin baş verməsi, eyni zamanda regionda kommunikasiyaların açılması ciddi şəkildə Nikol Paşinyanın Ermənistan cəmiyyətindəki mövqelərini möhkəmləndirəcək və argumentlərini artıracaq seçki prosesində. Bu baxımdan düşünürəm ki, həm Recep Tayyip Erdoğanın səsləndirdiyi fikirləri, həm Zəngəzur dəhlizi ətrafında region dövlətlərinin aktivliyini nəzərə alsaq, çox güman ki, 2026-cı ildə də bu istiqamətdə həll edici addımların atılması mümkündür. Sizin fikriniz Fərhad müəllim, Türkiyə 2026-cı ildə hansı addımlar ata bilər ki, bu həm Zəngəzur dəhlizi layihəsinin reallaşmasına dəstək olsun, həm də Paşinyanın seçkilərdə uğur qazanmasına kömək etsin? Çünki açıq danışaq, hazırda Ermənistanda hakimiyyətə gələ biləcək qüvvələr arasında Azərbaycanın da, Türkiyənin də, Avropanın da, Birləşmiş Ştatlarda razı olan yeganə namizəd deyəsən Paşinyandır. Hal-hazırda Türkiyə ilə Ermənistan arasında razılaşdırılmış, amma həyata keçirilməmiş məqamlar var. Ola bilsin, o istiqamətdə hansısa addımlar atıldı, amma bu öz növbəsində Azərbaycanla koordinasiya şəklində həyata keçiriləcəkdir. Yəni, əgərləri belə təsəvvür edək ki, misal üçün deyək, siyasi müstəvidədirsə, Azərbaycanla Ermənistan arasında olan məsələlər eyni müstəvidə Ermənistan Türkiyədə baş verə bilər. Və yaxud nəqliyyat sahəsindədirsə, eyni baş verə bilər Ermənistan Türkiyə. Sinkron olacaq. Deyək ki, misal üçün, Azərbaycan tranziti açıbdır. Amma Gürcüstan ərazisindən keçir. İndi bəzi məqamlarda biz öz ərazimizdən onu açsaq, üçüncü dövlətin yüküdür, gedir Ermənistana. Həmin şeydə Türkiyədə bilər. Bu simvolikdir. Və simvolik ola bilər ki, Avropa siyasi cəmiyyəsinin samitinə Türkiyədən yüksək səviyyəli nümayəndə heyəti gələ bilər. Yəni, bu istiqamətdə atılacaq addımlar çox ola bilər Türkiyə tərəfindən. Amma yenə də burada Türkiyə prezidenti simvolik sözünü istifadə edir. Yəni, simvolik odur ki, bu bir siqnaldır, bir dəfəlik addımdır. Ya da bir jestdir. Jestdir. Əsas Azərbaycanın mövqeyidir. Yəni, biz o istiqamətə tam arxayınıq. Heç kəs bu illər ərzində bu alqoritmi poza bilmədi. Ermənistan da artıq bu ilə razılaşıbdır və bu istiqamətdə də proseslər davam edəcəkdir. Azər müəllim, biz simvolik jestlərdən danışdıq. Bu günlərdə Azərbaycanın neft məhsullarının Ermənistana göndərilməsi məsələsi aktiv müzakirə olunur. Nə həcmlər məlum deyil, nə qədər qiymət məlum deyil. Yəni, kommersiya tərəflərindən heç nə məlum deyil. Sadəcə mediada müzakirə olunur ki, Gürcüstan həddindən artıq yüksək gömrük rüsumları istəyib, həddindən artıq yüksək gömrük rüsumları istəyib və yenə də media səviyyəsində buna etiraz bildirilib. Bütün bu proseslər mediada baş verir, bütün açıqlamalar. Ermənistanın reaksiyası da media üzərindən açılır. Ermənistanın da reaksiyası media üzərindən, Gürcüstanın da reaksiyası media üzərindən. Və mən bir maraqlı belə bir fikir gördüm Azərbaycan mediasında ki, əgər belə davam edərsə, Azərbaycan Qazaxdan Ermənistana keçən yolu bərpa edə bilər. Hansı yolu? Orada iki yol var. Dəmir yolu. Qazaxdan necə var? Baxın, Qazax necə var? Bilirəm. Mən söhbət əgər Qazax-İcivan yolundan gedirsə, deməli Qazax Barxudarlı kəndindən başlayaraq İcivan istiqamətinə gedən dəmir yolu yoxdur. Hətta sonraki dönəmdə, yəni Ermənistanın müstəqillik illərində İcivanla Dilcanı əlaqələndirən dəmir yolu da sıradan çıxıbdır. O da yoxdur. Yəni real olaraq. Yəni bu deməkdir ki, Qazax sərhəddindən Qazax tərəfdə heç bir problem yoxdur. Qazaxa qədər dəmir yolu gedir. Avtomobil yolunun açılmasından gedirdi söhbət.
Hə, mən dəmir İlk yolu, mən mərhələdə. o üçün sual verdim, hansı yoldan İlk söhbət mərhələdə gedir? avtomobil yolu. Bəli, əgər dəmir yolundan gedirsə, bu uzun çəkən bir prosesdir. Aşağı-yuxarı təqribən orada 40-50 kilometrlik bir məsafədir. Yəni kifayət qədər böyük vəsait tələb eləyəməz. Yarım milyard dollar. Yox, Ermənistan tərəfdən, hə. Yarım milyard Bəli, dollar. bəli, hə. Yəni kifayət qədər böyük vəsait tələb eləyir. Ona görə də mən düşünürəm ki, hələlik ki, dəmir yolundan söhbət gedə bilməz. Amma o ki qaldı avtomobil yolunun açılması. Burada da müəyyən nüanslar var. Çünki orada mübahisə, baxmayaraq ki, 13 kilometrə qədər ərazi delimitasiya və demarkasiya olunubdur Qazax istiqamətində. Həmin ərazilərdən keçən bir yol var, hansı ki, bəli, o deməli elə delimitasiya olunmuş ərazidən keçir real olaraq o yol, amma o yol da Ermənistan tərəfdən kifayət qədər işlək vəziyyətdədir. O baxımdan ki, o Gürcüstanla əlaqələndirən avtomagistral yol, avtoban deyə orada yerləşir. Böyük bir yaxşı vəsait yatırıblar orada kifayət qədər zamanında. Amma Azərbaycan tərəfdən də o faktiki olaraq Azərbaycan sərhədinə qədər də yenə yolda problem yoxdur. Ola bilər ki, o qısa vəsait yatırmaqla o yolu müvəqqəti aça bilərlər. Amma o da yenə də bir jest ola bilər yeri gəlmişkən. Deyim, o da belə dayanıqlı, davamlı, tranzit. Bu da bizim simvolik jestimiz. Bəli, bəli. Yəni Paşinyan vəziyyəti çox ağır olsa biz bunu eləyə Bəli, bilərik. yeri gəlmişkən, mən deməli Türkiyə prezidentinin çıxışı ilə bağlı olan məsələyə gəlmək istəyirəm. Bir ona qayıtmaq istəyirəm. Baxın, 2026-cı il Ermənistanda təbii ki, Avropa Siyasi Birliyinin toplantısı o başqa məsələ öz yerində. Amma parlament seçkilərindən sonra, yəni ehtimal edək, hipotetik olaraq deyirəm, parlament seçkilərindən sonra referendumun keçirilməsi və referendumda keçirildikdən sonra konstitusiya dəyişdirilir, ərazi iddiaları çıxarılır və Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün heç bir maneə qalmır. Amma referendum seçkilərdən bir il sonra keçirilə bilər. Ermənistan qanunvericiliyində dəyişiklik olmalıdır. O eləyə bilərlər. Yəni o dəyişikliyə əgər ehtiyac varsa o dəyişikliyi eləyə bilərlər. Yenə də deyirəm, baxın, bu hipotetik olaraq deyirik. Yəni onu deməkdir ki, 2026-cı ilin ikinci yarısında, bəli, Ermənistanda çox güclü bir belə maraqlı bir siyasi prosesdə gedə bilər və Türkiyə tərəfi də, Azərbaycan tərəfi də bu prosesdə simvolik hansısa bir addımlar atmaqla, yəni aşağı-yuxarı dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən bir şəraitin yaranmasına səbəb ola bilərlər. Buyurun Neşmə müəllim, sizin fikriniz, Türkiyə və Azərbaycanın ata biləcəyi addımlar bu vəziyyətdə. Çünki açığı Ermənistana gələn ilin əvvəlindən başlayaraq düz yaya kimi çox güman ki, inanılmaz təzyiq olacaq. Ona görə ki, Avropa İttifaqı Moldova ssenarisini hazırlaşır, Moldova isə yadımızdadır da seçkilər necə keçirilirdi. Nələr ancaq eləmədi Moldova hökuməti ki, bu seçkini qazansın. Bax, çox çətin sınaq gözləyir Ermənistan. Təbii ki, çətin sınaq gözləyir, amma indiki şəraitdə Ermənistandakı proseslərin əhəmiyyətli hissəsi Avropa İttifaqından və digər Ermənistana dəstək verəcək ölkələrdən deyil, region dövlətlərindən ilk növbədə də Azərbaycan və Türkiyədən asılıdır. Əslində, Azərbaycanın və Türkiyənin atacağı addımlar Ermənistan rəhbərliyinin ictimai rəyə verəcəyi mesajların əsasını təşkil edəcək. Yəni, sülh Ermənistana nə verəcək, əldə olunan nəticələr nədən ibarətdir, Zəngəzur dəhlizi açılacağı təqdirdə Ermənistan üçün hansı faydalar gətirəcək, mənzərə bundan ibarət. Baxımdan da mən düşünürəm ki, əgər hansısa jestlər və simvolik də olsa atılacaqsa, ediləcəksə, bu iki tərəfli qaydada olacaq. Çünki təkcə Türkiyənin və Azərbaycan tərəfinin verdiyi mesajlar prinsip etibarilə Ermənistan cəmiyyətinin ictimai rəyə təsir edəcək bir imkanda deyil. Yəni, real mənzərəni götürsək. Ermənistan tərəfinin də atacağı qarşılıqlı addımlar prinsip etibarilə həm də regionda sülh gündəliyinin gələcəyini müəyyənləşdirəcək. Bir də bir məqamda xüsusi olaraq qeyd edeyim ki, prinsip etibarilə əgər Zəngəzur dəhlizinin bütövlüklə taleyi və mahiyyəti Azərbaycandan asılıdır. Orada Ermənistan ərazisindən keçir. Amma əgər orta dəhliz yoxdursa, Azərbaycan prinsip etibarilə faktoru yoxdursa, Zəngəzur dəhlizdə heç kimə lazım deyil. Çünki heç kimi də birləşdirməyəcək. Hörmətli qonaqlar, proqramımıza ayrılan vaxt başa çatdı. Studiyamıza gəldiyinizə görə sizə təşəkkür edirəm. Əziz tamaşaçılar, biz bugün diqqət mərkəzində İran və Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı səslənən son açıqlamaları, İran və Rusiyanın Ermənistana deyəsən inanılmaz təzyiq göstərməyə hazırlaşdıqları barədə danışdıq. Bizə baxdığınıza görə təşəkkür edirəm. Gecəniz xeyir qalsın.